Əziz izləyicilər, mən Cinayət və Həqiqət TV-nin efirində sizi salamlayıram. Azərbaycan xalqı Novruz bayramını qeyd edir. Novruz bayramı uzun-uzun əsrlərdən gəlib bugünə çıxmış Azərbaycanın milli bayramıdır. Əslində, Novruzun gəlişi, yazın gəlişi deməkdir. İnsanlar əkinə çıxırlar, ağaclar, otlar yaşıllaşır, çayların şırıltısı böyük zövq verir insanlara. Ümumilikdə qeyd etsək, bayram təbiətin oyanışından xəbər verir. Bəzən bu bayramı dinlə qarışdırırlar, amma nəzərə alsaq ki, bu bayramın heç bir dinlə əlaqəsi yoxdur. Bu bayram yalnız uzun-uzun illərdən bugünə gəlib çıxmış Azərbaycanın milli bayramıdır. Mən Cinayət və Həqiqət TV-nin rəhbəri olaraq bu bayram münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirəm. Hər kəsə can sağlığı, gözəl həyat, firavanlıq arzu edirəm.